Herkese salam, kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni soruşsaz, məndəki səsimdən gördüyünüz kimi çox pis vəziyyətdəyəm. Qızlar Mamagil rayonuna mənə Novruz payı göndəriblər. Mən də istədim ki, onları bir vlog olaraq çəkim. Həm kanalımda xatirə qalsın, həm də qısa da olsa sizlərlə bir paylaşım edim. Buradan valideynlərimə öz təşəkkürümü bildirirəm bu gözəl gündə. Az da olsa Allah bilə nə deyim, mənim üçün böyük bir dünya olan yeni bayram payı göndəriblər mənə. Allah onların canını sağ eləsin. Yaxşı ki varımdılar. Allah bütün valideynləri qorusun. Heç bir övladın valideynlərinin başının üstündən əksik eləməsin. Qeyd edim ki, mənim anam işlədiyi üçün heç bir bayram şirniyyatı falan hazırlamır. Vaxt olmadığı üçün həm səhhəti ilə bağlı, həm işi ilə bağlı. Ona görə o da belə bizim kimi marketdən alır çox şeyləri. Ona görə bayram şirniyyatları falan göndərməyib. Nə qədər desəm də ki, göndərməyin, ehtiyac deyil, hər şey var. Allah canınızı sağ eləsin. Mənə onları sadəcə sağlığı bəsdir, amma yenə də valideyndilər, yenə də ana atadılar, ürəkləri dözmür. Məni bu gözəl gündə məni də istəyirlər ki, yad eləsinlər. Heç zaman mənsiz boğazlarından nəsə keçməz, buna adım qədər əminəm. Ona görə az da olsa hər zaman məni yada salırlar. Buradan onlara öz təşəkkürümü bildirirəm. Bir daha yaxşı ki varımdılar, yaxşı ki mənim atam, anamdılar. Bugünkü gündə ayaqdayamsa onların sayəsindədir hamısı. Ona görə buradan onlara öz təşəkkürümü bildirirəm. Allah bütün valideynləri qorusun qızlar. Neysə, çox danışmayayım, səsim çox bərbaddır, qorxub eləyərsiniz birdən qızlar. Özünüzə yaxşı baxın, səsimi burada sonlandırıram. Hər kəsə xoş izləmələr, qısa da olsa inşallah ki sevərək, bəyənərək izləyəcəyiniz bir vlog olar. İnşallah ki bəyənərsiniz və zəhmət olmasa kanalımı bəyənib yeni sizə abunə olmağı unutmayın. Hər kəsə xoş izləmələr.
Kızlar, yazmağa səbrim çatmadı, ona görə belə dedim sizlərə deyim. Bu bizdə qovurğadır. Bilmirəm indi rayonlar, ləhcələr, yəni bölgələr nə deyir? Biz qovurğa deyirik. Hansı rayon nə deyir onu bilmirəm. İndi yorumlarda yazarsınız. Maraqlıdır mənə də. Bizim rayonda qovurğadır. Biz Novruz bayramlarında bunu belə qovurğa hazırlayırıq. Bunu da mama mənim üçün göndərir. Mən çox sevirəm. Allah canını sağ eləsin. Əlləri, qolları var olsun. Bunu belə içinə qızlar qozdur, qara kişmişdir, bir də sarı kişmiş idi. Biz qatdıq. Çox dadlı olur. Yəni içərisində mama özü qatmışdı. Küncütünü, çətənəsini, biz çətəni küncüt deyirik. Onları qatmışdı. Sadəcə mənə dedi ki, qozunu, kişmişini sən özün qatarsan. Çox yəni yəni dəhşət dərəcədə xoşum gəlir mənim qovurğadan. Bayramı demək olar ki, Novruzu ən çox sevdiyim. Hə qızlar, Novruzda demək olar ki, ən çox sevdiyim qovurğadır. Sizlər nə, yəni ki, bəyənirsinizsə, sevirsinizsə yorumlara qeyd edərsiniz. Bu arada göz haqqınızı da halal edin. Əraziləri isə özümüz almışdıq. Hər çərşənbələrdə yəni stolun üzərinə qoyurduq. Bunları da dedim ki, əlimi bulamışkən, elə işi görmüşkən, ev yox, bunları da birtəhər yerləşdirim. Çünki klokda qalmışdı, səliqəsiz görünürdü. Ona görə belə əlimdə olan qablara yığdım ki, bayramda daha rahat şəkildə lazım olanda götürüb istifadə eləyək. Qızlar, bu gülü isə anam mənə göndərib, öz həyətimizin gülüdür, bənövşə gülü.
Mən bənövşə gülünü o qədər çox sevirəm ki, iyini, qoxusunu, görünüşünü, hər şeyini də bir sözlə. Bizim həyatımızda var. Mən də o günlər mama ilə danışanda dedim ki, nə yaxşı varımızdı bitib, elə soruşdum. O da ana ürəyi dözməyib, belə yığıb, dəstələyib, əlindən gələni qədər bağlayıb sabla qoyub göyərtinin içinə mənə göndərmişdi. Canım anam, yaxşı ki varımdı. İnanırsınız, bu gülə baxıb o qədər ağlamışam ki, mən sizdən heç nəyi gizlətmirəm. Nəyə görə ağlamışam? Darıxdığım üçün, evimiz üçün, evimizin sanki qoxusunu aldım o güldən. Düzdür, gedə bilmirəm. Bu da ki, yoldaşımın işindən dolayıdır qızlar. Heç cür vaxt olmur. İndi inşallah ki, yayda Allah qoysa mümkünləşdirib gedəcəyik. Bu arada da səmənim bitib qızlar. Posta paylaşmışdım. Mənə yazıb, öyrədib, yəni ki, məsləhət verən hər kəsə də buradan öz təşəkkürümü bildirirəm. Sağ olun, yaxşı ki, varımsınız. Belə qızlar, burada sizlərlə sağollaşıram. Özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşərik. Hələlik.